لكن نبي نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Keçən dəfə babın nevm qabl el-işa limen gulib. Yəni işadan qabaq yuxu üstün gələn babı 569 götürmüşdük. 570-ci hədis, 70-ci hədis. قال مؤلف رحمه الله حدث محمود يعني بن غيلان قال أخبرنا عبد الرزاق قال أخبرني ابن جريج قال أخبرني نافع قال حدثنا عبد الله بن عمر أن رسول الله صلى الله عليه وسلم شغل عنها ليلة فأخرها حتى رقدنا في المسجد ثم استيقظنا ثم رقدنا ثم استيقظنا ثم خرج علينا النبي صلى الله عليه وسلم ثم قال ليس أحد من أهل الأرض ينتظر الصلاة غيركم. Abdullah ibn Ömər deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə bir gecə, yəni işə namazı vaxtı məşğul oldu. Yəni işə namazından vaxtında qılmadı. O deməkdir ki, yəni məşğul idi, nəyinəsə məşğul idi. Şuğul anhə, yəni nəyinəsə məşğul idi. Fəxxaraha və gecikdirdi. Hətta biz məsciddə yuxuladıq. Sonra oyandıq, sonra yenə yuxuladıq. Sonra oyandıq. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bizim yanımıza çıxdı və dedi ki, yer üzərində sizdən başqa hal-hazır namaz gözləyən başqası yoxdur. Və kən İbn Ömər və İbn Ömər sonra gətirir. İbn Ömər özü nə edirdi? La yubali aqaddamaha məxxaraha. Yəni onu fikir verməzdi. Namazı tez qıldı və yaxud gec qıldı. Yəni işə namazından söhbət gedir. İzə kana la yaxşa an yaghlibahu an-nawm an vaqtiha. Əgər yuxuya dalıb, yəni o vaxt namazı vaxtından çıxmağından qorxmasaydı, yəni fikir verməzdi. İşanı tez qıldı və yaxud gec qıldı. Və kana yarqudu qablaha qal ibn Jurayj qultu li ata. Və namazdan qabaq da yatardı. Və İbn Jurayj deyir ki, ataya dedim. Yəni burada biz götürmüşdük ki, namazdan qabaq yatardı, yəni adam qoyub yatardı. Ki əgər onu əsas məsələdir, dediyimiz kimi burada nədir? Qorxu yoxdur ki, namaza yatıb qalacaq. Sonra 571-ci hədis və qalə Səmiyyət İbn Abbasin və İbn Abbasdan gətirir. Yəqul a'tama Rasulullah sallallahu aleyhi və səlləm leylətən bil-işə. Bir gecə Peyğəmbər sallallahu əleyhi və səlləm işə namazını gecikdirdi. Hətta raqadan-nasu və istayqadu və raqadu və istayqadu. Fəqama Umar ibn el-Xattab fəqalə as-salah. Və deyir Peyğəmbər sallallahu əleyhi və səlləm namazı gecikdirdi və insanlar yatdı, yəni yuxuladı, mürgülədi və sonra durdular, sonra mürgülədilər, sonra durdular. Və Umar ibn el-Xattab qalxıb yüksək səslə əs-salah, yəni namaz deyə səsləndi. Ata belə demişdir. Və qal ata, qal İbn Abbas, atanın rivayətində İbn Abbas deyir ki, fəxaracan Nəbi sallallahu aleyhi və səlləm kəənni ənzur iləyhil ən. Və deyir, mən Peyğəmbər sallallahu aleyhi və səlləm çıxdı. Bundan sonra sanki mən onu indi gözlərimin önündəki kimi də ona baxaram. Yaqdur ra'suhu ba'an. Başından su damcılıyırdı, saçından. Vadiyan yadahu ala ra'sihi. Fəqalə ləulə ənə şuqqa ala ümməti ləmərtuhum ən yusalluha həkədə. Əlini başına qoymuşdun, gələcək. Və deyir ki, əgər ümmətimə çətin olmasaydı, onlara namazı belə qılmağı əmr edərdim, yəni gec. Fəstəsbəttu ata'ən keyfə vada'ən Nəbi sallallahu aleyhi ve sellem alə rəsi yədə. Və deyir, ravi deyir ki, mən atadan soruşdum, yəni İbn Jurayj deyir bunu, atadan soruşdum ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əlini başına necə qoymuşdu? Diqqət edin, hər bir xırda detalları soruşurlar. Kəmə ənbəhu İbn Abbas. Və o deyir ki, İbn Abbas necə o da xəbər vermişdi ki, məddədə li ata beyn əsabiyəhi şeyən min təbdid. Və deyir ki, ata mənə göstərdi, yəni barmaqlarını bir balaca araladı. Thumma vada ətrafə əsabiyəhu alə əfqarini rəs. Sonra yəni barmaqlarının ətraflarını başının böyrlərinə üst tərəfə yaxın belə saldı. Thumma zammaha yamurruha kadalika ala ras. Və sonra onları çıxıb, yəni başına tərəf belə çəkdi. Saçların arasına başı çıxıb, qulaqlarına tərəf çəkdi. Hətta məssət ibhamahu tarafal uzun. Hətta baş barmağı qulağının böyrünə, yəni bir tərəfinə dəyənə kimi. Yəni əlini saçlarına belə salıb, nə edib? Saçını qurudub Peyğəmbər sallallahu əleyhi və səlləm. Mimmə yəlil vəcə alə-sadğı. Gicgahına tərəf, yəni qulağınla gicgahına tərəf barmaqlarını çəkdi. Nahiyyətəl lihyə, saqqala bir tərəfi, qulağının bir hissəsi gicgah və saqqal tərəf. Yəni belə.
La yuqassiru və la yabtuş. Yəni nə tez belə, nə də lap yavaş-yavaş orta sürətlə əlini başını çəkdi. Və qal illə kədəlik, yəni göstərir. Və qal ləhu la nashqa ala ümmeti la amartum an yusallu hakada. Deyir ki, və əgər ümmətimə ağırlıq olmasaydı, əmr edərdim namazı belə qılsınlar. Bu təğyir, hansı ki, bu rivayətdə keçən təğyir, namazın vaxtının dəyişməsi, yuxarı o birisi Cabir'in hədisində orada insanların gecikməyi ilə bağlı. İnsanlar gecikərdisə namazı gecikdirərdi, insanlar tez gələrdisə namazı tezləşdirərdi. Burada isə təğyir başqadır. Burada Peyğəmbər s.ə.v özünün işi olub, ona görə gec çıxıb. Yəni bu həmçinin onların belə gözləməyi ondan göstərir ki, və Ömərin səslənməyi hədisin ümumi formasını göstərir ki, Peyğəmbər s.ə.v adətindən deyildi belə gecikmək. Və kənə yarqudu qabləhə, dedik ki, yəni İbn Ömər namazdan qabaq yatardı, adam qoyub, vəkil qoyub, yəni yuxuya dalıb qalmaq qorxusu olmamaq şərti ilə yata bilərdi. Bu da dediyimiz kimi nədir? İşə namazından qabaq ki, yatmaq, qadağan etmək əmri, bu təəbbudu deyil, yəni ibadət deyil, illəsi var, o da nədir? İşə namazına yatıb qalmaq qorxusu. Əgər bu qorxu aradan qalxırsa, onda yəni illə qalxırsa, hökm də qalxır. Bu da hədislərdə dəlil nə var? İşə namazının gecikdirməyin fəzilətli olmağı var. Həmçinin əgər insan yuxuya dalıb qalmaqdan qorxursa, tezləşdirmək dedik ki, daha fəzilətlidir. Və həmçinin faydalardan imam bəzən gecikə bilər namaza. 5 dəqiqə, 3 dəqiqə, 10 dəqiqə, nəsə iş ola bilər, nəsə ola bilər. Yəni imamın üstə hücum çəkmək lazım deyil. Bu onun imamın, yəni namazı iqamə etmək imamın vəzifəsindəndir. O da insandır. Ola bilər nəsə işi olsun, ola bilər biraz geciksin, ola bilər ayaq yolu falan. Yəni 2 dəqiqə gecikən kimi, yəni imamın üstə hücum çəkmək lazım deyil. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətinə şəfqəti nə deyir? Əgər ümmətimə məşəqqətli olmasaydı, onları namazı gecikdirməyə əmr edərdim. Həmçinin burada dəlillərdən Peyğəmbər sallallahu əleyhi və səlləmdən vəhiydən xaric əhkamlar da, yəni öz ictihadı ilə əhkamlar da verə bilir. Nəyə görə? Əgər ümmətimə ağır olmasaydı, onlara əmr edərdim. Demək ki, bu vəhiydən deyil, Peyğəmbər sallallahu əleyhi və səlləmin öz ictihadıdır. Yəni fəzilətli olduğunu bildiyi üçün onu əmr etmək istəyir, lakin insanlara məşəqqətli olduğundan qorxub onu namazı belə gecikdirməyi əmr etmir. Əgər bu ictihadda bir şərt var, əgər Peyğəmbər sallallahu əleyhi və səlləm ictihadla hər hansı bir hökm veribsə, o əgər Allah Taala'nın muradına müxalif olsa, şəriət mütləq onu Allah Taala'nın mütləq onu eləyir, bildirir. Və əgər Peyğəmbər sallallahu əleyhi və səlləmin ictihadına müxalif bir şəri mətn gəlmədisə, demək ki, Allah Subhanahu onu etmişdir, iqrar etmişdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm hökmünü. Bizə əslində qalsa onun heç bir fərqi yoxdur. Bizə görə hər biri, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə gələn hökmlər hökm olaraq, şəriət olaraq keçir. Həmçinin faydalardan Əl-əslə fil-əmri əl-vücub. Əmrin əsli nədir? Vacibliyə dəlalət edir. Peyğəmbər sallallahu əleyhi və səlləmin əmri əsl odur ki, vacibliyə dəlalət edir. Əgər vaciblikdən başqa yerə aparan bir hökm olmasa. Nəyə görə? Ləulə ənə şuqqa alə ümməti ləmərtuhum. Bir ümmətimə ağır olmasaydı, məşəqqətli olmasaydı, onlara əmr edərdim. Burada fərq oldu. Demək, Peyğəmbər sallallahu əleyhi və səlləm baxın nədən götürürlər? Peyğəmbər sallallahu əleyhi və səlləm o yuxulayanlara irad bildirməməyi, bu onu göstərir ki, qeyd etdiyimiz kimi, kimi yuxu basırsa, məsciddə oturub, yəni qeyri-ixtiyari yuxu basırsa, o qadağaya girmir. Qadağaya girən nədir? Kim ixtiyarlı olaraq yerinə girib yatırsa, qəsdən bilə-bilə ki, ola bilər yatıb qalsın, o adam artıq nədir? O məkruh qadağasına, bəzi alimlər məkruh deyir, bəzilər haram deyib, o qadağaya girmiş olursan. Sonra növbəti bab, bəbu vaxtil işə ilə nisfil leyl. İşə namazının vaxtı gecə yarısına qədərdir. İşə namazının vaxtı gecə yarısına qədərdir. Və qalə Əbu Bərzə, kənə Nəbi sallallahu əleyhi və səlləm yəstəhibbu təxirəhə. Sonra Əbu Bərzənin hədisindən bir hissə gətirir, müəlləq olaraq. Peyğəmbər sallallahu əleyhi və səlləm işə namazını gecikdirməyi müstəhəb görərdi.
Dəlillər nədir? Yaxşı. Ən birinci dəlil odur ki, Allah Taala'nın bu sözləri: "Əqimis salate lidulukiş şəmsi ilə qasaqil leyl və Qur'anel fəcr." Yəni əqimis salat lidulukiş şəms. Günəşin zavalından meyl edəndən, yəni zöhr vaxtından gecənin zülmətinə qədər namaz qılın və deyiblər gecənin zülməti, ən zülmət hissəsi nədir? Gecə yarısıdır. Gecə yarısıdır. Qasaqul leyl huwa muntaha zulmatihi. Yəni zülmətin ən şiddətli olan, ən qurtaran vaxtıdır və yakun zalika fi nisfi. Yəni bu da onun yarısı, gecə yarısında olur. Yəni deyirlər ki, günəşin yer səthindən ən uzaq, üfüqdən ən uzaq olan vaxtıdır. Həmçinin Cəbrailin hədisi, hansı ki sallallahu əleyhi və səlləm buyurur, namaz qılandan sonra mə beynə hədeyni vaxtun. Yəni işa namazını dedik ki, gecə yarısında qılır və deyir bunun ikisi arası işa namazının vaxtıdır. Həmçinin Abdullah ibn Amrın hədisi radiyallahu anhuma qala qala Rasulullah sallallahu əleyhi və səlləm vaqtu salatil məğrib mə ləm yəğib əş-şəfaq və vaqtul işa ilə nisfil leylil əvsat. Deyir ki, gecə məğribin vaxtı şəfəq itənə qədərdir və işanın vaxtı da gecə yarısına qədərdir. Həmçinin Muad bin Cəbəl Peyğəmbər sallallahu əleyhi və səlləm mərfu olaraq rivayet edir ki, buyur: "İ'tammu bi hadihi salah." Bu namazda diqqət edin. Siz çünki bu namazla digər ümmətlərdən bu namaz vasitəsilə digər ümmətlərdən fəzilətli oldu. Sizə bu fəzilət verildi. "Və ləm tusalliha ummetun qablakum." Üzr istəyirəm, burada tammu şeydir, yəni gecikdirin, odur. Sizdən öncə bunları, bu namazı heç kim qılmayıb. Burada dəlil səsi Allah alim, ya tammudur, ya da ki düşməyib. Yaxşı, sonra fi hədis, başqa bir hədis, Əbu Səid el-Xudri'nin hədisi dəlil olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm rivayet edir ki, "Ləulən da'afad zəif və saqiməs-saqim la'axxartu hadihi salat ilə şatril leyl." Deyir, əgər zəifin halı olmasaydı, xəstəliyin halı olmasaydı, mən bu namazı gecənin yarısına qədər gecikdirərdim. Həmçinin Ömər ibn Xattabın məktubu ki, Əbu Musa əl-Əşəri yazır ki, namazı, işa namazını, yəni gecənin 3də 1-nə qədər qıl, yəni bu vaxtıdır. Əgər deyir gecikdirsən, gecənin ortasına qədər uzar, yəni ilk 3də 1-nə qədər. Əgər deyir gecikdirsən, gecənin ortasına qədər. Və la takun minəl gafilin, və qafillərdən olma. Yəni son vaxt nədir? Gecənin yarısıdır. Desək ki, yaxşı, 3də 1 yarısı necə? Onların arasında da ziddiyyət yoxdur. Yəni demək olar ki, sülüsül leyl vaxtı, yəni təxir, gecikdirmək vaxtı o vaxtdan başlayır. Əsl vaxtı şəfəqdəndir, gecikdirmək vaxtı 3də 1-dən başlayır və son vaxtı da gecənin yarısına qədərdir. Və bu mənada Əbu Hüreyrədən səhih məquf olaraq Əbu Hüreyrənin sözləri rivayet olunmuş ki, o belə demişdir. Hədis uzundur. Məğrib izə qalibəsun vəl-işə mə beynəkə və beynə sulusul leyl. Deyir ki, məğribdən sonra işa isə səninlə, yəni məğribi qıldığından sonra, şəfəqdəndən sonra gecənin 3də 1-nə qədərdir. Və bu həmçinin İbn Mübarəkın, Şəfi, Əhməd İshaq, Əbu Thawr və Thawrinin rəyidir. Şeyx İbn Üseymindən soruşurlar işa namazının vaxtı, son vaxtı barədə. Buyurur ki, rahiməhullah, və deyirlər ki, sualda buyurur ki, həl yəmtəddu vaxtuha iləl fəcr, deyir ki, onun vaxtı fəcrə qədər davam edirmi? Vaxtı fəcrə qədər davam edirmi? Yəni, nəyə görə fəcr deyiblər? Bu hədisə cümhur buna görə deyib. İnnəhu leysə fin-nəvmi təfrit. Deyiblər ki, təfrit, yəni səhlənkarlıq yuxuda deyil. Təfrit nədir? İnnəmə təfritu alə mən ləm yusallis-salətə həttə yəci vaxtə salatul-uxra. Deyiblər ki, təfrit, səhlənkarlıq nə vaxtı? Bir digər namazın vaxtı girənə qədər bu namazı qılmamaq. Buradan götürülək demək ki, işa namazın vaxtı da sübhə qədər uzanır. Yəni bir namazın vaxtı girməyincə o birisi çıxmaq, hamısı birləşikdir. Lakin bu, necə alimlər, Şeyx Albani xüsusən məsələn cavab verib, bu məsələdə ona dəlil yoxdur. Çünki burada namazların vaxtından söhbət getmir. Burada yəni səhlənkarlıqdan söhbət gedir. Və dəlilimiz də nədir? Əgər siz deyən kimi olsaydı, onda sübh namazının vaxtı zöhrə qədər uzanardı. Sübh namazının vaxtı zöhrə qədər uzanmayıb. Desəniz ki, ona ayrı dəlil var, biz də deyirik ki, buna da ayrı dəlil var ki, açıq aydın hədislər var ki, işa namazının vaxtı gecə yarısına qədərdir.
İbn Seymin sözünə davam edir. Buyurur ki, işa namazının vaxtı gecə yarısına qədərdir və fəcrə qədər davam etmir. Çünki bu Quranın zahirinə müxalifdir və həmçinin sarih, açıq aydın sünnəyə müxalifdir. Necə ki Allah Taala deyir, həmin ayəni gətir: "Əqimis salate liduluki şəmsi ilə qasaqil leyl." Günün ortasından gecənin zülmətinə qədər namaz qılın. Və ləm yəqul ilə tulu'ul fəcr. Allah Taala demədi ki, ilə tulu'ul fəcr. Yəni ya dedi ki, qasaqil leyl, demədi tulu'ul fəcr. Gecə zülmətinə qədər, gecənin ortasına qədər də qılın. Demədi ki, sübhə qədər qılın. Bu birinci. Həmçinin sünnədə gəlib ki, "Bə'anna vaqta salatil işa yantahi bi nisfil leyl kama fi hadis Abdullah ibn Amr ibn al-As." Və sözünə davam edərək Şeyx Rəhməhullah deyir ki, Abdullah ibn Amr ibn As'ın hədisində gələn kimi gecə namazının vaxtı, gecənin ortası, işa namazının vaxtı gecənin ortasına qədərdir. Necə ki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Və vaqtul işa ilə nisfil leyl al-awsat." İşanın vaxtı gecənin yarısına qədərdir. İşanın vaxtı gecənin yarısına qədər. Başqa rivayətdə vaqtul işa ilə nisfil leyl. Gecə yarısına qədərdir. Yəni burada avsat sözü yoxdur. Avsatla qeyd etməyib. Yəni açıq aydın nədir? Namaz, gecə namazının vaxtı, işa namazının vaxtı gecənin yarısına qədər uzanır. İmam Buxari Əbu Bərzənin sözünü gətirmişdi yuxarıda. Yestəhibbu təxirəhə, tam gətirməyib. Bu hədisi götürmüşdü yuxarıda, əsr namazının vaxtının babında. Hafid ibn Həcər deyir ki, bu hədisdə gecə yarısına qədər olan, yəni ləfs yoxdur. İmam Buxari nəyə görə bunu gətirib? Yestəhibbu təxirəhə. Yəni işa namazını gecikdirməyi müstəhəb görərdi. Lakin əhadisu təxir və təvqit limə cəət marratan لما جاءت مرة مقيدة بالثلث والأخرى بالنصف ما كان النصف غاية التأخير ولم أرى في امتداد وقت العشاء إلى طلوع الفجر حديثا صريحا يثبت. Deyir ki, bütün gələn hədislərdə ilk üçdə bir və yaxud da ki, gecə yarısına qədərdir. Və İmam Buxari bütün bu rivayətləri cəm edərək, yəni bunu gətirib. Və heç bir hədisdə də sübh namazına qədər işa namazının vaxtı deyə belə bir söz yoxdur. Yəni heç bir rivayət zəif də olsa, sübh vaxtına qədər namazın, işa namazının vaxtı sübh vaxtına qədər deyə rivayət yoxdur. Sonra 572-ci hədis buyurur: "Qala haddathana Abdurrahim el-Muharibi. Qala haddathana Zaida. Qala an Humayd at-Tawil an Anas bin Malik." Anas bin Malikdən rivayət edir ki, "Qala axharan Nabi sallallahu əleyhi və səlləm salatal-işa ilə nisfil leyl." Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm işa namazını gecə yarısına qədər gecikdirdi. "Thumma salla thumma qal." Sonra namaz qıldı və sonra dedi: "Qad sallan-nas." Və dedi ki: "Və namu. Amma innakum fi salatin ma intazartumuha." Deyir, insanlar artıq namazı qılıb və yatıblar. Siz isə namazı gözlədiyiniz müddətcə namazdasınız. Yəni namazı gözlədiyiniz müddətcə namazın savabını qazanırsınız. Və zədə İbn Əbi Məryəm və sonra İbn Əbi Məryəm rivayətini gətirir. قال أخبرنا يحيى بن أيوب قال حدثنا حميد سمع أنس بن مالك قال كأني أنظر إلى وبيص خاتمه ليلة إذ. Və bu zəncirdə, bu isnadda ziyadə var. Ənəs deyir ki, sanki mən həmən gecə Peyğəmbər sallallahu əleyhi və səlləmin üzüyünün parıltısına baxırammış kimi. Yəni dediyimiz kimi bu hədislər hamısı işarə olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm adətən bu vaxtda namazı gecikdirmirdi. Sadəcə olaraq, yəni müəyyən işə görə bu bir dəfə gecikdirmişdi.